Salam dəyərli şagirdlərimiz, bu gün sizlərlə birlikdə Q hərfinin yazılış və tələffüz qaydasına baxacağıq. Biz bilirik ki, Q hərfi 4 cür tələffüz olunur. Q özü kimi, K kimi, X kimi və Ğ kimi. İndi isə bu qaydalara baxaq. Q hərfi sözün əvvəlində də, ortasında da, sonunda da işlənə bilir. Əgər Q hərfi sözün əvvəlində gələrsə, məsələn qapı, hər zaman olduğu kimi tələffüz olunur. Yox, əgər sözün ortasında gələrsə, yəni sözün kökündə deyək. Nə bilim, sözlə şəkilçinin qovuşağında demirəm. Sözün kökündə gələrsə, özündən sonra sait gələndə olduğu kimi qalır. Məsələn, aqil. Olduğu kimi də qalacaq burada q. Özündən sonra cingiltili samit gələrsə, yenə q olduğu kimi qalır. Maqnit, maqnit. İstiqlal, istiqlal. Burada isə deməli özündən sonra cingiltili samit gəlibdir. Sonra özündən sonra kar samit gələrsə, o zaman K kimi tələffüz olunur. Nöqsan, nöqsan. İqtisad, iqtisad. Burada isə Q K kimi tələffüz olunacaq. Bir də bəzən qarşımıza çıxır bizə haqlı sözünü verirlər. Deyirlər ki, haqlı sözü istisnadır ki, Q-dan sonra samit gəlib, cingiltili samit gəlib, amma Q K kimi tələffüz olunur. Xeyr, dəyərli şagirdlərimiz, bu istisna deyil. Bu özü bir qaydaya əsaslanır. Biz bilirik ki, haqq sözü sonu qoşa samitlə bitən təkhecalı sözdür, eyni cinsli qoşa samitlə. Bunlara da samitlə şəkilçi artıranda o zaman qının biri yazılışda düşür və haqlı şəklində yazılır. Və bu da alınma söz olduğu üçün alınma sözlərə samitlə şəkilçi artıranda bu q k kimi tələffüz olunur. Yəni haqlı sözünün haqlı kimi tələffüz olunmağına səbəb sözün özü alınmadır. Alınma sözlərə də samitlə şəkilçi artıranda q k kimi tələffüz olunur. Sonra sözün sonunda gələn q hərfi fərqli tələffüz oluna bilər. Bunu da müəyyənləşdirmək üçün, dəqiqləşdirmək üçün bizim birinci işimiz həmin sözlərə saitlə şəkil çarptırmaq və həmin sözlərin milli yoxsa alınma olduğunu müəyyənləşdirməkdir. Torpaq sözünə saitlə şəkil çarptırdım, torpağı. Natiq sözünə saitlə şəkil çarptırdıq, natiqi. Əgər olduğu kimi qalarsa, deməli bu söz alınmadı. Yox, əgər ğıya keçərsə, deməli həmin söz millidir. Birinci müəyyənləşdirdik, milli alınmadı. Sonra işimiz nədir? Milli olanlarda əgər ayrılıqda olarsa, özündən sonra samitlə şəkil çarptırılarsa, özündən sonra samitlə söz gələrsə, bu zaman q, x kimi tələffüz olunur. Gəldik alınma sözlərə. Natiq sözü alınma sözdür. Müəyyənləşdirdik ki, q, ğ əvəzlənməsi olmadı. Bu zaman natiq sözü ayrılıqda olanda, özündən sonra samitlə şəkilçi gələndə, özündən sonra samitlə başlayan söz gələrsə, bu zaman q, k kimi tələffüz olunur. Natiq, natiqdə, natiq dayı. K kimi tələffüz olunacaq. İndi gəldik torpaq ətri. Biz bayaq müəyyənləşdirmişdik ki, torpaq sözünə sait artıranda q, ğ əvəzlənməsi olub. İndi torpaq sözünə saitlə şəkilçi artıranda ümumiyyətlə q dəyişir, ğ ilə əvəz olunur. Yəni artıq burada sizə deyilsə ki, torpağı sözündə q, ğ kimi tələffüz olunub, yanlışdır. Torpağı sözündə baxırıq ki, həm yazılışda ğ kimi yazılıb, həm tələffüzdə ğ kimi olur. Artıq buna saitlə şəkilçi artıranda bu q dəyişib ğ-ya keçir. Artıq q yoxdur burada. Amma saitlə başlayan söz gələndə o zaman q, buradakı q, ğ kimi tələffüz olunacaq.
Ğ şəklində yalnız tələffüzdə. Yazılanda q yazılacaq, tələffüzdə isə ğ olacaq. Torpaq, ətri. Bunlar milli sözə aiddir. Amma alınma sözdə isə necə şəkilçi artıranda olduğu kimi qaldısa, həmçinin söz də gələndə olduğu kimi qalacaq. Natiq əmi də elə q olduğu kimi də qalır. Sonra gəldik sözün ortasında qoşa q qaydasına. Sözün ortasında iki qoşa q yanaşı gələndə bunun da birincisi olur e, k kimi tələffüz olunur. 9, 9, saqqız, saqqız. Yəni sözün ortasında qoşa q gələndə bu k kimi tələffüz olunur. Bir də yoldaşlar bizi nə ilə çaşdırırlar, nə ilə aldatmağa çalışırlar? Məsələn, verir ayaq, qabı. Ayaqqabı sözündə də baxırıq ki, iki dənə qoşa q var. Amma bu qoşa q k kimi tələffüz olunmayacaqdır. Əgər biz buna ayaq qabı desək, yanlış olacaq. Səbəbi odur ki, bu qoşa q'nın birincisinin k kimi tələffüz olunmağı sözün kökünə aiddir. Burada isə sözün sonu nədir? Ayaqdır. Bir söz buradadır. Qabı da digər sözdür. Bu mürəkkəb sözdür. Burada sözün ayaq sözü milli sözdür. Ayağı. Milli sözlərdə də deyirdik, özündən sonra samitlə söz gələndə q-x kimi tələffüz olunacaqdır. Bu söz də ona görə ayaq qabı yox, bu tələffüzündə olacaq ayaq qabı. Fərqi yoxdur. Bu bitişik də yazılsa, bitişik də yazılsa, ayrı da yazılsa, sözün sonu q ilə bitib milli sözdür. Özündən sonra samitlə şəkil söz gəldiyi üçün ayaqqabı sözündə olacaq ayaq qabı formasında tələffüz ediləcək. Məsələn, balıq qulağı. Balıq qulağı da eyni bu qayda ilədir. Balıq sözünün sonu q ilə bitib, qulağı sözündə q ilə başlayıb. Bu mürəkkəb sözün qovuşağında q'lardır. Ona görə də balıq qulağı şəklində tələffüz olunacaq. Yəni qoşa q qaydası sözün kökünə aiddir. İki sözün, mürəkkəb sözün qovuşağında olanda isə bu söz deməli sözün sonu q ilə bitib, özündən sonra samitlə şəkilçi gəldiyi üçün q, x kimi tələffüz olunur. Bu günlük qaydamızın izahı bu qədər. Əgər yeni izahlar istəsəniz, hansı izahı istəsəniz şərh bölməsində yazarsınız. Sağ olun, hələlik.